Bugünkü mövzumuz şir bürcüdür. Salam dəyərli əziz izləyicilərim. Kanalıma xoş gəldiniz. Mən psixoloq ekstrasens Dəniz Üfüq sizə şir bürcü haqqında danışacağım bugün. Şir bürcü çox mülayim, sakit biriləridir. Şir bürcü altında doğulan qızlar, qadınlar çox mülayim, sevimli, gülərüz, şən, mehriban olurlar. Heç vaxt onları sinirlənən, bəhdən qışqıran, kimləsə kavga edən görə bilməzsiniz. Şir bürcü insanı həyat dolu biridir. Ələlxüsusda şir bürcü qadını. Çox həyat enerjili olur onlar. Daima axtarışda olurlar, özlərini yeniləmək istəyirlər, ucalmaq istəyirlər, ona can atırlar. Hətta bu uğurları əldə eləyirlər. Şir bürcü oğlanları da çox tərbiyəli, sakit, mədəni insanlar olurlar. Onlar bir-biri ilə, məsələn, şirlərlə çox yaxşı yola gedirlər. Amma onlar digər bürclərlə də yola gedə bilirlər. Yəni şir bürcü əslində çox davakar bir bürc deyil. Şir bürcünün yaxşı yola getdiyi bürclər qız bürcüdür, əkizlər bürcüdür, xərçəng bürcüdür. Bu üç bürclə şir bürcü mükəmməl yola gedir. Lakin bayaq qeyd etdiyim kimi başqa bürclərlə də münasibət qurmağı bacarırlar. Şir bürcünün nigahları ən gözəl nigahı oxatanla olur. Bu nigah çox uzun ömürlü, dayanıqlı olur. O iki insan bir-birinə daima sadiq olurlar. Şir bürcü uzun müddətdir ki, yəni bir dönəmdən keçir. O dönəmdə biraz çətinlikləri olub deyək ki, olubdur, bəzilərinin olubdur, sıxıntıları olub. Amma indi üzlərinə gözəl bir dövran açılır şir bürcünün. Və bu dövr 2026-cı il yanvar ayından başlayıb artıq. Bəli, 2026-cı ilin ikinci yarısı isə şirlər üçün daha düşərli olacaq, daha uğurlu olacaq, daha perspektivli olacaq. Sevgidə bəxtləri gətirəcək. Nə vaxtı evlad gözləyən şir bürcüləri var, nə vaxtı evlad gözləyən ailələr var. O şir bürcü ailələrinə evlad qismət olacaq. Bəli, ancaq şir bürcünün bir xüsusiyyəti var ki, tez nəfsə gəlir. Və bu nəfsdən də qorunmaqda çətinlik çəkirlər. Yenə dediyim kimi, amma 2026-cı ildən sonra elə bir ki, onlara bir qoruyucu təbəqə yaranır nəfsdən və işləri yolunda gedəcək. 2026-cı ilin ikinci yarısından sonra onlara pul mükafatı da gözlənir. Nəsə belə bir topa pul görsənir onlar üçün. Onları da inşallah ki, əldə edərlər. İşdə də yaxşıdır onların həyatı. Görürsən, sevgidə də yolları açıqdır. Uğurları olacaq, ard-arda şir bürcünün uğurları olacaq. Və biraz səhhətlərlə bağlı sıxıntı ola bilər şirlər üçün sentyabr ayında. Yüngül olacaq, o da ötəri bir xəstəlik deməzdim, ötəri bir hiss olacaq onlarda. Soyuq dəymə kimi, baş ağrısı kimi belə bir şeylər olacaq. Tezdə keçəcək. Ancaq ondan sonra, sentyabrdan sonra, oktyabr ayında onlarda bəzilərində şir bürcünün maşın alma, ev alma kimi bir şeylər görsənir. Yəni ki, bu il onlara sona qədər üzlərini güldürəcək, sevindirəcək, şənlənəcəklər, sevincləri, gözəl günləri, yaxşı günləri bol olacaq. Bəli, əziz izləyicilərim, yenə bir videomun sonuna gəldim. Kanalıma abunə olun ki, növbəti videolardan xəbərdar olasınız. Sağlıqla qalın, xoşça qalın, sevgilə qalın.